İ. Niyə sinxronlaşma? Mənsurənin ilk sərgisində mən sizə kuratorun bədən mövzusuna olan marağından danışmışdım. Və bu sərgi də istisna olmadı. Burada kurator bədənin ekosistemlə əlaqəsini araşdırır. Sərgidə 5 gənc qadın rəssamın əsərləri yer alıb. Onlardan biri Məryəm Yusifəliyevadır. Məryəm Yusifəliyeva yağlı boya silsiləsi ilə müasir texnomədəniyyətinin pozduğu bədən-təbiət harmoniyasını araşdırır. Səbinə Cəfər isə bizə nəsli kəsilməkdə olan heyvanları göstərərək, sanki insanlara, tamaşaçılara təbiət qarşısında məsuliyyətini xatırladır. Sərgidə yer almış Fidan Əbilovanın əsərlərində də biz qadın bədəninin təbiətlə sinxronlaşmasını görürük. Jalə Əziz də öz əsərlərində mövzudan kənar çıxmadı. Onun işlərindəki dairəvi modullar, menstrual sikllar, ay fazaları və mövsümlərin kəsişməsini simvolizə edir. Bədənin və təbiətin paralel ritmləri arasında poetik dialoq yaradır. Leyla Quliyeva minimalistik videoart əsərində bizə bizim qaranlıq tərəfimizin qəbul edilməsini necə vacib olduğunu xatırladır. Çünki yalnız qaranlıq tərəfimizi qəbul edərək biz tamamlanmış şəxsiyyət ola bilərik.